Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. Bu həftə 28 aprel 4 may aralığını 2 ayın qovşağını əhatə eləyəcək. İlk öncə ümumi tendensiyalara əsasən deyə bilərəm ki, kompromis həftəsidir. Daha çox hadisələrin əslində belə deyək ki, Saturn və Uranın qarşılıqlı müxalif dərəcədə durması hadisələri 180 dərəcə dəyişəcək. Yəni sakit bir münasibəti olan ölkələrdə qarşılıqlı münaqişə sıfırdan qəfil qalxa bilər, yaxud da məsələn Hindistandan Pakistan məndən çox soruşurlar ki, bu müharibə olacaq yoxsa qəfil sakitləşəcək. Bu Ukrayna-Rusiya cəbhəsində də ola bilər, amma daha çox deyərdim ki, kompromis, diplomatik, uğurlu diplomatik nəticəyə gəlinəsi, razılığa gəlinəsi, diplomatik sövdələşmələr, danışıqlar daha çox bu həftə özünü göstərəcək. Xüsusən də 2-ci, 3-cü, 4-cü və 5-ci günlərdə, yəni həftənin o 4 günü daha yüksək səviyyədə olacaq və ayrı-ayrı zodiak işarələrinin proqnozlarını da sizə təqdim edirəm. Qoç bürcü. Səhhətinizi qoruya bilsəniz, öhdənizdə olan bu həftədə hər hansı bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Boğa bürcü. Əsas diqqətinizi maliyyə problemlərinizin həllinə yönəldin. Çünki bu 2 ayın qovşağında bunu bacarmasanız, sizi uzun müddətli kasıbçılıq gözləyə bilər. Hər təsadüfi adama da etibar etməyin. Mayın ilk 2 günündə, yəni birində və ikisində belə deyək ki, bu ağlınıza gəlməyən istiqamətlərdən perspektivli iş təklifi ala bilərsiniz. Çalışın ki, dəyərləndirəsiniz. Əkizlər bürcü üçün sakit bir həftədir. Ara sıra fikir və düşüncələrinizdə deməli təlatümlər baş qaldırsa da bunu kənardan kimsə hiss eləməyəcək. Əgər maddi imkanınız yol versə, mayın ilk günündə səfərə çıxmaq da olar. Bazar günündə isə Tanrını başınız üstündə hiss eləyin. Yəni ki, günahlara getməyin ki, necə deyirlər, bağlı qapılarınız açılsın. Vacib planlarınızı da hər kəsə, hər adama deməyin. Xərçək bürcü. Həftənin ilk günləri pasiv başlasa da ayın deməli 31-dən və 30-undan üzr istəyirəm. Ayın 30-undan etibarən nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. Çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan etməkdədir. Şir bürcü. Bayaq dedim, boğalarda olduğu kimi sizdə də həftə ərzində bütün diqqətiniz pulla bağlı məsələlərə yönəldilməlidir və əgər reallığa uyğun addım atsanız, deməli, səmərəli nəticənin şahidi olacaqsınız. Uzaqda yaşayan qohumlarınızla əlaqəni mütləq dərinləşdirin. Ayın 30-da aldığınız təkliflərə də gözü yumulu razılıq verməyin. Əvvəlcə o beyin süzgəcindən keçirin, məsləhətləşin. Qız bürcü. Bəri başdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu həftədə bürcünüzün ən aktiv dövrü olacaq. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar demək olar ki, xeyrinizə işləyəcək. Uğurlu səfərlər, maliyyə müvəffəqiyyəti də yolunuzu gözləyir. Tərəzi bürcü. İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Ayın 30-da və 3-də istənilən riskiniz müvəffəqiyyətlə nəticələnəcək. Bu həftə şəxsi büdcənizdə də müəyyən artımlar mümkündür. Amma imkan daxilində uzaq yolu, yəni səfəri təxirə salsanız yaxşıdır. Əqrəb bürcü. Astroloji göstəricilər yalnız ayın 30-unu gərginlik içində başa vuracağınızı bildirir. Həmin gün maksimum ehtiyatlı olmalısınız. Həftənin digər 6 günündə isə hər şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər də ala bilərsiniz. Doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına da imkan verməyin. Ox atan bürcü. Adi həftələrdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin, yəni kənardan.
Amma iqlimin mülayimləşməyə başlaması, təbiətin dəyişkənliyi daxili orqanlarınızda, xüsusən də dalaq və məədaltı vəzdə müəyyən problemlər yarada bilər. Mütləq bunu aradan qaldırmaz. Düzdür, adətkardasınız, amma bu barədə indi öncədən deyirik ki, ölçü götürəsiniz. Mayın 1-də necə deyərlər, super bir gün, bəlkə də ilin ilk super gününü, gözəl gününü yaşayacaqsınız. Ona görə indidən bu proqnozu eşitdiyiniz andan tədbirli olun. Bütün işinizi, sövdələşmələrinizi, görüşlərinizi həmin vaxta salın. Oğlaq bürcü. İstirahət günlərində əsəblərinizi cilovlaya bilsəniz, yəni ayın 3-də və 4-də, əvvəlki günlərdə hər hansı bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aradan qalxacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı da tövsiyə edir. Bu həftə daha çox dincəlməyə üstünlük verin. Su tökən bürcü. Bəxtinizdə təzadlı bir həftə var. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addımlar atmalısınız. Bu ərəfədə müqəddəs ziyarətgahlarımıza da tez-tez baş çəkməyə çalışın. Balıqlar bürcü. Ümumən passiv həftədir, belə qarışıqdır. Hadisələr bilmirsən, müsbətdir, mənfidir, həmçinin adamlar istiqamətində. Ona görə bəzi bürclərə dediyim kimi özünüzü cilovlamalısınız. Əgər hansısa məsələdə tərəddüdünüz olsa, mütləq etibar etdiyiniz təcrübəli şəxslərin məsləhətlərindən yararlanın. Göy qübbəsinin barənizdə, deməli, göy qübbəsi büdcənizdə artımın olacağını da mütləq sayır. Üstəlik, mayın ilk günündə maraqlı sürprizlərin də şahidi olacaqsınız. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.